de olur səndə. Ona verdi, mənə vermədi. Halbuki o yeteneğinin fərqindədir, sən fərqində deyilsən. Niyə fərqində deyilsən? Çünki səndə olan qaynağı görmürsən. Səndə olan potensialı görmürsən. Tamam mı? Baxın, potensialını hər alanda, istər ruhsal, istər maddi dünyasında, istər fizik bədənində, bədəninin potensialını görə bilmirsənsə, bunların hamısının kökündə sənin anan dayanır. Ana ilə duyğuların neytralda olmadığı üçün. Ananı da niyə qəbul etmirsən? Videonun başından sonuna kimi tekrar kaydı olacak, paylaşacağım. Bunu tekrar izleyin. Dönüp hayatına baktığında göreceksen ki əslində sən bugüne kimi yaşadığın hallarını buna göre qəbul etməmisən. Niye qəbul etməmisən? Çünkü alabilmirsən. Hayat sana bütün güzelliklerini verir. Yaradan sana bütün güzelliklerini verir. Hayat bilirsiniz ne de? Hayat sonsuz imkanları olan, sonsuz seçenekleri olan bir süfrə. Sən nə qədərini alabilirsənsə, sənə o qədərini verir. Sən alabilmirsənsə, dönüb özünə baxacaqsan. Mən harda anamla küskünəm, harda anamı qəbul etmirəm, harda özümün dişil tərəfimi qəbul etmirəm.